Qusar rayonunda Xocalı soyqırımının 34-cü il dönümü ilə əlaqədar anım tədbiri keçirilib. Anım tədbirində Qusar rayon icra hakimiyyətinin başçısı Sarı Məmmədxanov, rayonun hüquq mühafizə orqanlarının, idarə müəssisə təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Anım mərasimi çərçivəsində əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı faciəsində həyatlarını itirən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Allah rəhmət eləsin. Daha sonra tədbir Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarının ifasında təqdim olunan sənədli faktlar əsasında hazırlanmış Çiçəklən Xocalı adlı ədəbi bədii kompozisiya ilə davam etdirildi. Biz nə istəmişdik? Oyuncaqlarımızı, məktəbimizi, anamızın bişirdiyi isti çörəyi. İnsan insana bunu necə edə bilər? Biz bugün keçmişi xatırlamaq üçün yox, ədaləti tələb etmək üçün buradayıq. Yüksək peşəkarlıqla hazırlanmış səhnə əsərində Xocalı faciəsi zamanı dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər, xalqımızın yaşadığı dərin mənəvi sarsıntılar təsirli səhnə dili ilə canlandırılmışdı. Xocalıda anadan olmuşam. 3 qardaşın bir bacısıydım. Yadıma gəlir ki, valideynlərim bizi ən çox Şuşaya aparardılar. İnanırsınız Xocalının meşələrində nələr var idi? Qozu, fındığı, alması, armudu, nərgizi, bənövşəsi. Orada çox gözəl keçib uşaqlığım. Xocalıda heç vaxt erməni yaşamayıb, heç vaxt. Mən dünyaya göz açandan bəri Xocalıda erməni görməmişəm. Ora ürəyim dayanmışdı. Ona göre meydivi attık zibilliye. Ama bəxtin getirip ki gece ayrılmışam. Əsgərlər savamağı görseydi, öldürərlər səni. Eyni zamanda kompozisiyanın ideya xəttində bugün artıq Azərbaycanın qalib xalq kimi tarixi ədaləti bərpa etməsi, Xocalının işğaldan azad olunması və şəhidlərimizin qanının yerdə qalmadığı xüsusi bədii vurğu ilə ifadə olunmuşdu. Bugün biz xalqıq. Artıq Xocalı qurbanlarının ruhu rahatdır. Çünki onların qisası alındı. İşğal altında olan torpaqlarımız geri qaytarıldı. Lakin biz heç zaman Xocalını unutmayacağıq. O faciə Azərbaycan xalqının yaddaşında əbədi iz qoydu. Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüşüb həmsöhbət oldu. Problem yeri deyil, danışmayaq. Əgər həmsə bir sualınız varsa, mən yerimdəyim. Yaxşı, yerimdəyim. Bax, bütün şəhid analarına indi burada az tərkibdəyik də, kəndlərdə olanlarımız var, gələ bilməyənlərimiz var, xəstə olanlarımız var. Baxın, ailədə bax demişəm, turaba da demişəm, bəzən nöqsan da tuturam ki, xəstə varsa gedək bir baş çəkək, gedək nə biləm, mühürdə iştirak edək, şad günlərində iştirak edək. Yəni mən ona hər zaman vaxt tapacam sizlə bir yerdə. Sağ olun, var olsun, sağ olun. Tədbirin davamı olaraq saat 17:00-da bütün rayon ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Feyruz Qayıtmazov, F Production, Qusar.